ki, Ərəb ölkələrinə müharibə gedən vaxtda, İran bombaları tökülən vaxtda nə gəzirdi Ərəb ölkələrində? Nə gəzirdi? Deyəcəz pul axtarırdı. Zelenski pul axtaran adamdır. Zelenski pula ihtiyacı var ümumiyyətcə. Zelenski Yahudidir. Dünyanın böyük güclərinin vacib aktyorudur. Zelenski Bakıya niyə gəlir? Deyilmi niyə gəlir? İki səbəbə görə gəlir. Bir, qütbləşmədə İlham Əliyev yerini bilməlidir. İki, bu cəbhə, bu bölgənin komuta qərargahını Zelenskiyə veriblər. Çox güman ki, ortada Yahudi məsələsi var, İsrail məsələsi var. İlham Əliyevin pişlikləri ortaya çıxdı. İlham Əliyevin türkülüyü ortaya çıxdı. Ərəb ölkələrinə niyə getdi Zelenski? Mən sizi, nefti, sizi drone texnologiyası vasitəsilə qoruya bilərəm. Yəni, havadan hücum qüvvələrini zərərsləşdirə bilərəm. Yəni, İranın atdığı mənim təcrübəm var, 4 illik, 5 illik müharibə təcrübəm var. İranın raketlərindən, İranın dronlarından biz qoruyuruq Ukraynanı. Kifayət qədər təcrübəmiz var. Ona görə gəldi Ərəb ölkələrinə. İsrailin istəyi ilə gəldi, Trumpın istəyi ilə gəldi. İndi isə Azərbaycana gəlir. Niyə gəlir? İki məqsəddən. Tərəfini seçdiysək yalan olar. Çünki biz, İran da bildi, dünya da bildi ki, İsrail İlham Əliyevə özü deyib ki, mənlə özü düşmən kimi göstər, İranla dost kimi göstər. Səni bombalamasınlar. Çünki İsrailə heç kim neft vermir. İsrailin nefti, strateji məhsulları, hətta silahları belə Azərbaycan təyyarələrinin Azərbaycan üzərindən gedir. Bizdə bilirsiniz nə silah bazaları var? 3 yerdədir. Həmən o silah şirkətləri. Birinci yerdə Türkiyədə, Amerikada və Azərbaycanda. Niyə? Çünki Türkiyədə media biraz açıqdır. Oradan İsrailə silah gedəməz. Amma Azərbaycan İsrail sayılır. İsrailin bir şəhəri kimi görünür. Azərbaycan İsrailin bir parçası kimi görünür. Ona görə Azərbaycan üzərindən silahlar da gedə bilər deyə ona görə bir neçə yerdə zavod açırlar, silah zavodları. Xüsusilə Qarabağda nə qədər silah zavodu var bilirsiniz? İsrailin yanacağı hardan gedir? Hörmüz boğazını, niyə bağlayıblar Hörmüz boğazına? Hörmüz boğazının bağlanması. Dünyanı enerji resurslarından məhrum eləmək. Trump'a qarşı Avropa, Çin, başqa ölkələr narahat olsun, Trump'a qarşı baş qaldırsın. Trump'ı hədəf taxtasına oturtursunlar. Birinci budur. İkinci niyə bağlayıb Hörmüz boğazını? Kəncərli körfəzi. Yəni o Fars körfəzi deyirlər də, o Kəncərli körfəzi. Kəncərli qədim türk sözüdür, Kəncərli. Elə bizdə də var da, Naxçıvanda Kəncərli kəndi var. Kəncərli körfəzi, həmən o Fars körfəzi deyilən bir yer. Bütün o bölgələr türklərə məxsus olur. Gedirlər o adada ha, Cefrinin adasında, Cefrinin adasında. Nələr edirdilər ha, uşaqları qaçırdırdılar ha. İndi YouTube'un xoşu gəlmir də, danışmıram. Ay kişilər, hər həftə uşaqlar itirdi Azərbaycanda. Hər ay necə uşaq itirdi Azərbaycanda. Yorulmuşdu, uşağı məktəbə gedəndə opardılar, kətdən apardılar. Hamısını da polislər uğurluyordu uşaqları. Hamısı da adıya gedirdi adıya. Dediniz də Cefrinin adasına. Yaxşı, bu söhbət çıxandan sonra, keçən il lap yayından, lap bax bu vaxtından, bu günə qədər bir dənə uşaq uğurlandığını eşitmisinizmi? Mediada eşitmisinizmi? Görün, nə qədər uşağı uğurluyurdularsa, nə qədər uşaqlar uğurlanırdısa, nə qədər uşaqları valideynləri qorxudurdular, puldan soxdururdular, gizlədirdilər, nə də media çıxmağa qoymurdular. Hələ ortaya çıxanlar belə bizi dəhşətə düşürürdü. Ayda bir neçə uşaq uğurlanırdı. Hamısı gedirdi Epiyə, Cefrinin yanına. İlham Əliyev, Mehriban Əliyevə qaçırdırdı. Bax, bu söhbətlər ortaya çıxandan sonra mən də çıxdım dayanmadan dedim, ha, Vatikanda da var, Bakıda deyirlər, ayinlər oxudururlar. Nə oldu? Gördünüzmü dəyərli həmvətənlərim? Keçən il aprel ayından bu vaxta qədər mən bir dənə uşağın itdiyini bu efirdə deməmişəm. Fikir verdinizmi siz? İndi bildinizmi uşaqları uğurlayan İlham Əliyev idi, Mehriban Əliyev idi? İndi bildinizmi uşaqları hara aparırdı? Hakimiyyətdə qalmaq üçün ayinlər oxudururdular, nə bilim, levənci pişirirdilər, nə bilim, nələr edirdilər, vay 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 vay, qızıl kadehlərdə nələr edirdilər.